Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mövzularımızdan biri sözün kökü hansı nitq hissəsidir? Söz nədən düzəlib? Söz hansı nitq hissəsidir? Bunlar hər biri fərqli anlayışlardır. Bəzən şagirdlərimiz bunları səhv salırlar. Testlərimizdə bu mövzuda peşəkar hazırlanır. Sadəcə olaraq çox rahat bir mövzudur. Başa düşmək lazımdır, necə eləmək lazımdır. Yəni yanaşma çox rahat olmalıdır buna. Sözün mənalı hissələri kök və şəkilçidir. Kök nədir? Şəkilçi nədir? Sözün ayrılıqda işlənə bilən, məna verə bilən hissəsinə kök deyilir. Yəni kök nə oldu? Ayrılıqda işlənməlidir, leksik məna verməlidir. Məsələn, yazıram kitab sözündə. Baxın, məna, kitab nədir? Oxumaq üçün bir vasitədir. Biz bunun sözün kökünü kitab götürəcəyik. Məsələn, kit götürə bilərik, söz məna vermir axı. Kitab sözündə görürük ki, kitab sözü oxumaq üçün bir vasitədir. Sözün ayrıda işlənə bilən, leksik məna verən hissəsinə nə deyildi? Kök deyildi. Şəkilçi nədir? Sözün ayrıda işlənə bilməyən, sözün kökünə qoşularaq məna verən hissəsinə ya yeni mənalı bir söz yaradır, ya da sözü formalaşdırır. Yəni, yeni mənalı söz leksik şəkilçilərdəndir. Məsələn, kitabxana yazırıq. Kitabxana yazdıq. Burada xana leksik şəkilçidir. Kitab oxumaq üçün bir vasitə idi. Xana şəkilçisi gəlib kitab sözünün üzərinə şəkilçi olaraq gələndə görür ki, kitabxana kitabların yığıldığı bir yer deməkdir. Demək, leksik şəkilçi gəldi, sözü dəyişdirdi, yeni bir mənalı söz yaratdı. Həm də ki, yazılı saxlayın, kök və şəkilçi arasında məna bağlılığı olmalıdır. Biz istədiyimiz bir sözü kök və şəkilçi ayıra bilmərik. Məsələn, həmişə deyirəm mən, barış sözünü yazıram. Barış sözünü yazıram. Bəzən uşaqlar feilin qrammatik məna növlərini keçəndə də ış şəkilçisini görəndə qarşılıq bir gəlişinə götürürlər. Amma həmişə demişəm ki, kök və şəkilçi arasında məna bağlılığı olmalıdır. Məna bağlılığı yoxdursa, biz nə etməliyik? Onu kök və şəkilçi ayıranda düzgün götürməyə çalışmalıyıq. Məsələn, bəzən uşaqlar götürürlər ki, bar sözün köküdür, ış leksik şəkilçisidir. Müəllim, burada nə var ki? Amma mən həmişə deyirəm ki, biz barış sözünün kökün bar götürsək, biz onda barışmaq üçün nə etməliyik? Bara getməliyik, orada barışmalıyıq. Xeyr, biz barışmaq üçün bizim bara getməyə ehtiyacımız yoxdur. Ona görə sözün kökü nədir? Barış sözün köküdür. Gördün? Şəkilçi ilə kök arasında məna bağlı olmadığına görə biz barış sözünü nə edəyik? Kök və şəkilçiyə belə ayırdıq. Gəl əsas məsələyə. Sözün kökü hansı nitq hissəsidir? Gəlin, kitabxanadakılar sözünün kök və şəkilçi ayıraq. Bax, kitab sözün köküdür. Xana leksik şəkilçidir. Dakı leksik şəkilçidir. Lar qrammatik şəkilçidir. Bu sözdə bizdən 3 dənə bir şey soruşa bilər. Sözün kökü hansı nitq hissəsidir? Söz nədən düzəlib? Söz hansı nitq hissəsidir? Nə etmək lazımdır? Gəlin, birinci, sözün kökü hansı nitq hissəsidir? Ən rahat tapılan birincidir. Məsələn, sözün kökü hansı nitq hissəsidir? Kök işarəsi budur, ayırmışıq. Kitab nə? Kitab. Demək, sözün kökü nədir? İsim. Söz nədən düzəlib? Söz nədən düzəlib deyəndə uşaqlar, biz sonuncu leksik şəkilçisini tapırıq, kök və şəkilçi ayırırıq. Sonuncu leksik şəkilçisini tapırıq və burada sonuncu leksik şəkilçisi hansıdır? Dakı şəkilçisidir. Sonuncu leksik şəkilçisini tapandan sonra əlimizi qoyuruq. Solda qalan hissə söz nədən düzəldiyini göstərəcək. Qalıb nə? Kitabxana. Demək ki, kitabdakı sözü, kitabxanadakı sözündə kitabxana ismindən yaranırdı. Nə? Kitabxana isimdir. Demək, kitabxanadakılar sözündəki kitabxana sözündən düzəlibdir. İndi söz hansı nitq hissəsidir? Söz hansı nitq hissəsidir deyəndə başlanğıc forma. Başlanğıc forma nədir? Sözün başlanğıc formasını tapırıq. Sonuncu leksik şəkilçiyə qədər olan hissə başlanğıc forma hesab olunur. Başlanğıc formanı tapırıq. Başlanğıc formanı tapdıqda söz hansı nitq hissəsi olduğunu biləcəyik. Kitabxanadakılar. Başlanğıc forma buradır. Kitabxanadakı hansı? Demək ki, bu nədir? Sifətdir. Baxın, çox rahat. Sözün kökü hansı nitq hissəsi oldu? İsim. Söz nədən düzəlib? Dedik ki, sonuncu leksik şəkilçisini tapırıq, əlimizi qoyuruq. Solda qalan hissə sözün nədən düzəldiyini göstərir, kitabxana ismindən yaran. Söz hansı nitq hissəsidir deyəndə sözün başlanğıc formasını tapırıq. Yəni, sözün kökü tapdıqsa söz
hansı nitq hissəsi, kökü hansı nitq hissəsi olduğunu kök işarəsindən, söz hansı nitq hissəsidir olmağını sözün başlanğıc formasından tapırıq. Söz nədən düzəlib sonuncu leksik şəkilçisini tapırıq. Ondan əvvəlki hissəyə baxırıq. Sözü nədən düzəlməyi görəcəyik. İndi gəlin digər nümunələrimizə də baxaq. Məsələn, unutqanlığımızdandır sözünü yazmışam bura. Unutmaq sözün köküdür. Unutqan leksik şəkilçisidir. Lıq leksik şəkilçisidir. Imız qrammatik şəkilçisidir. Dan qrammatik şəkilçisidir. Qrammatik şəkilçisidir. Gəlin baxaq. Sözün kökü hansı nitq hissəsidir? Unutmaq feilindən. Unutqan unutmaq feilidir. Sözün kökü feildir. Unutqan insan. Söz nədən düzəlib? Söz nədən düzəlibsə, sonuncu leksik şəkilçisi nədir? Lıq şəkilçisi. Turub. Sonda qalan hissə nədir? Unutqan. Unutqan insan. Necə insan? Unutqan insan. Demək ki, unutqanlıq sözünün nədən düzəldi? Unutqan sifətindəndir. Söz hansı nitq hissəsidir deyəndə sonuncu, yəni başlanğıc formanı tapırıq leksik şəkilçiyə qədər olur. Unutqanlıq nə? Unutqanlıq. Demək ki, başlanğıc formada isimdir. Demək, söz hansı nitq hissəsidir? Başlanğıc forması isim olduğuna görə biz onu isim götürəcəyik. Digər nümunəyə baxaq. Dərin sözün köküdür. Dərinlik. Dərinlikdəkilər in. Sözün kökü hansı nitq hissəsidir? Dərin sifətindən. Dərin, məsələn, qoy. Necə qoy? Dərin. Sözün kökü nə oldu? Sifət oldu. Söz nədən düzəlib deyəndə, yenə də sonuncu leksik şəkilçisi tapırıq, takidəki şəkilçisidir, əlimizi qoyuruq. Sonda qalan hissə nədir? Sərinlik. Nə? Sərinlik. Demək ki, bu isimdir, isimlə düzəlibdir. Nə oldu? Markerlərimiz aramız bitibdir. Demək, nə oldu? Dərinlik ismindən yarandı. Söz hansı nitq hissəsidir deyəndə isə dərinlikdəki başlanğıc formanı tapırıq. Başlanğıc forma nədir? Dərinlikdəki hansı? Dərinlikdəki demək bu nədir? Sifətdir. Demək, dərinlikdəki sözünün kökü dərin sifətidir. Nədən düzəlib? Dərinlik ismindən. Söz bütövlükdə hansı nitq hissəsidir? Sifətdir. Bir şey deyim uşaqlar sizə. Əgər sadə sözlərə bir leksik şəkilçisi qoşularsa, sözün həm kökü, həm də yarandığı nitq hissəsi eyni olacaq. Məsələn, böyük sözündə böyümək sözün köküdür ki, leksik şəkilçisidir. İndi sözün kökü hansı nitq hissəsidir? Böyümək feilidir. Söz hansı nitq hissəsindən yaranıb deyəndə dedi, nə edir? Sonuncu leksik şəkilçisini tapırıq, əlimizi qoyuruq onun üzərinə. Söz hansı nitq hissəsidir? Qoyduq, bax. Böyümək feilidir. Yenə də həm kökü, həm də söz nədən düzəlib? Böyümək feilindən. Söz hansı nitq hissəsidir? Baxın, leksik şəkilçisini tapırıq. Böyük sifətindən. Başqa bir nümunə baxaq. Ev sözün köküdür. Evdəkilər. Yenə də baxın, bizdən soruşacaq. Sözün kökü hansı nitq hissəsidir? Ev ismidir. İsim. Dakidəki şəkilçisi söz nədən düzəlib? Yenə düzəlində sonuncu leksik şəkil tapıb. Ev demək ismindən düzəlib. Həm kökü, həm nədən düzəlib? Ev ismindəndir. Söz hansı nitq hissəsidir deyəndə yenə də sonuncu leksik şəkilçisini tapırıq. Evdəki sifət. Salamlaşmaq sözünə baxırıq. Salam sözün köküdür. Salamlamaq, salamlaşmaq şəklində ayırırıq. Burada laş şəkilçisi gördüm. Bir mövzuda toxunum. Yazda saxlayın. Laş şəkilçisi la plus ş şəklində də ola bilər. Bir də ki, laş şəklində də ola bilər. Mövzunun arasında deyirəm, bunu da öyrənin. Əgər la plus ş nə vaxt olacaq? Əgər biz lalə şəkilçisindən sonra məsdər şəkilçisi, maqmə şəkilçisini artıra bilirsə, o məna verirsə, la plus ş şəklində. Məna vermirsə, laş şəkilçisi bütöv götürəcək adlardan feil düzəldəcək. Məsələn, burada yenidir. Salam sözünün kökündə baxın. Salamlamaq. Həqiqətən də salamlamaq sözü dilimizdə var. Salamlaşmaq. Burada sözün kökü hansı nitq hissəsidir? Kökə baxırıq. İsimdir. Söz hansı nitq hissəsidir? Söz nədən düzəlib deyəndə sonuncu leksik şəklini tutur. Salamlamaq feildir. Söz hansı nitq hissəsidir deyəndə salamlaşmaq feilidir. Feil. Başlanğıc forma nədir? Feil. Sağ olun, təşəkkür edirəm. İnşallah izah eləyə bildik. Sağ olun.